Salam əziz şagirdlər. Bugün sizinlə ədəbiyyat dərsindən Koroğlu dastanından olan Koroğlu ilə Bolu bəy qolunu təhlil edəcəyik. Gəlin dərsdən nələri öyrənəcəyimizə diqqət edirək. İlk öncə boy haqqında ümumi məlumat əldə edəcəyik, obrazlar haqqında ümumi məlumat öyrənəcəyik, əsərin janr xüsusiyyətlərini nəzərə yetirəcəyik və əsərdə öz əksini tapan məsələləri müəyyənləşdirəcəyik. İlk öncə yada salaq. Koroğlu dastanından öyrəndiyiniz hansı qolları xatırlayırsınız? Dastan və onun qəhrəmanları ilə bağlı unuda bilmədikləriniz nədir? Əziz şagirdlər, siz aşağı siniflərdə Koroğlu dastanından Düratın itməyə qolu, Durna Teli qollarını öyrənmisiniz. Dastan və onun qəhrəmanları ilə bağlı unuda bilmədikləriniz təbii ki, müxtəlif mövzular ola bilər. Düşünün, ağlagəlməz hilələrlə, güclü düşmənlə dəfələrlə qarşılaşan Koroğlunun məğlub edilməzliyinə səbəb sizcə nədir? Bilirik ki, Koroğlu xalq içərisindən çıxan bir igid idi və ilk növbədə onun gücü, qüvvəti bəs xalq idi. Digər qüvvələr isə onun misri qılıncı, qıratını, düratını göstərə bilərik. Azərbaycan xalqının nadir bədii söz incilərindən biri Koroğlu dastanıdır. Bu dastan xalqımızın mübarizələrlə dolu tarixi ilə bağlı qəhrəmanlıq eposdur. Bu əsərdə təsvir edilən hadisə və surətlər xalqımızın 16-17-ci əsrlər həyatı ilə yaxından səsləşir. Daha dəqiq desək, eposdakı qəhrəmanlıq tarixi 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Azərbaycan və Türkiyə ərazisində meydana çıxan Cəlallilər hərəkatı ilə əlaqələndirilir. Koroğlu dastanı 18 qoldan ibarətdir. Və qol, xatırlayaq ki, dastanın bitkin süjetə malik bir hissəsi idi. Keçək əsərimizə. Koroğlu ilə Bolu bəy Koroğlu dastanının bir qoludur. Gəlin bu qol üzərində işimizi davam etdirək. Koroğlu dastanı, dediyimiz kimi, tarixdə baş vermiş Cəlallilər üsyanı ilə bağlı yaranmışdır. Xalq onun uğrunda üsyana qalxmış qəhrəmanları unutmamış, onları dastanda əbədiləşdirmişdir. Bunu surətlərin xarakterlərində də görmək mümkündür. Dastanda xalqın içindən çıxmış surətlər qəhrəmanlığı, nəcibliyi ilə seçilirlər. Hakim təbəqənin nümayəndələri və onların əlaltıları isə yaxşılığı itirən, verdiyi sözü danan, mənfi keyfiyyətləri ilə seçilən obrazlar kimi yadda qalırlar. Koroğlu ilə Bolu bəy qolu mərdliyi və namərdliyi təmsil edən tərəflərin üz-üzə gəldiyi qoldur. Bolu bəy ona kömək etmək üçün çalışan Koroğlunu yaralayır. Koroğlunun onu namərd adlandırması Bolu bəyi hiddətləndirmir. Koroğlu ilə Bolu bəy qolunda bir-birinə zidd olan iki əxlaq qarşılaşdırılır. Bir tərəfdə mərdlik, igidlik, xeyirxahlıq, digər tərəfdə namərdlik, qorxaqlıq və pislik özünü göstərir. Dastanın bir çox qollarında müşahidə olunan cəhət Çənlibel igidlərinin sarsılmaz birliyi, bu qolda da özünü aşkar göstərir. Dünya xanımın Koroğlunu yoxlamaq üçün dediyi Koroğlu dəlilərindən gələn olmadı. Bəs nətər eləyək? Bolu bugün səni astırmaq istəyir. Sözləri Koroğlunu sarsıtmır. O silahdaşlarına arxayındır. Onu məğlub edilməz edən səbəblərindən ən əsası da elə bu idi. Əsərdə müxtəlif problemlər öz əksini göstərir və problemlərin həlli də aşkar şəkildə verilir. Eyni zamanda qolda qadın surətləri, uzaq görənliyi, onların tədbiri olmaları xüsusi vurğulanır.